İki gözəl həmləm ana olmağa hazırlaşır. Həftəmizi gözəl qızlarımızla açırıq, bəbəşkalarla açırıq. Birinci qızımız İrana xanım ikinci dəfə ana olmağa hazırlaşır 8 ildən sonra. İlk dəfə 3 ildən sonra müalicə nəticəsində ana oldu. 3 uğursuz həmləlik keçirdi. Biri 9 həftədə inkişafdan qaldı, ikinci 12, üçüncü 16 həftəsində inkişafdan qaldı. Gəldi yanıma, müalicəsini elədik. Problemlər çox idi, laxtalanma, genetik faktor, hormonal problem, uşaqlıqda problem və müalicə nəticəsində hal-hazırda şipşirin oğlumuz var. Sonra təkrar inkişafdan qalma oldu, amma yenə başqa bir yerdə oldu. Sonra təkrar həmlə olanda gəldi yanıma, müalicəni elədik və şükürlər olsun həmləliyimiz çox çətin keçdi. Laxtalanma, düşük riski, erkən doğuş riski və s. problemlər ona baxmayaraq 38 həftəyə çatdıq və balacamız startdadır. Qəşəng prinses qızımız olar. Sizi təbrik edirəm. Çox sağ olun doktor. Allah sizdən razı olsun. Çox sevincliyəm, həm də həyəcanlıyam. Göydə Allah yerdə sizin sayənizdə inşallah düşür balamızı qucağımıza alıb evimizə gedərik. İnşallah. Çox sağ olun. Təbriklər. İkinci gözəl qızım 6 ildən sonra 3-cü dəfə ana olmağa hazırlaşır. Qızımız da mənfi rezus konflikti. Birinci uşaqda roqam doğuşdan sonra vurulub, ikincidə vurulmubdu. 2 dənə qızımız var və üçüncüdə gələndə 25-26 həftəsində gəlmişdi. Çox narahat bir problemlə gəlmişdi. Kums reaksiyası 128 idi. Çox yuxarı qalxmışdı və yoxladıq, bütün uşağın yoxladıq, qan analizləri yoxladıq, müalicələrimizi elədik, qan yuduzdurduq və sair müalicələr yavaş-yavaş titrimiz düşdü. Çox narahat idi, qorxurduq ki, uşaqda bir nəysə qüsur başlayar, yəni maye yığılar qaraciyərdə, mədaltı vəzi tərəfində, amma şükürlər olsun. Uşağa heç nə olmadı, 37-38 həftəyə çatdırdıq müalicə nəticəsini və bugün mamıcıq olmağa hazırlaşırıq. Qızımız çox uzaqlardan gəlib, Lənkərandan gəlib və bugün çox xoşbaxtıq. Sizi təbrik edirəm. Çox sağ olun doktor. Göydə Allah yerdə sizin sayənizdə. Qanım mənfi olduğu üçün məni heç kim qəbul eləmirdi. Çox sağ olun, təşəkkürlər. Bəli, hətta deyilir, sonlandırmaq lazımdır, amma düzgün diaqnoz, düzgün müalicə. Balacamız böyük və bugün biz gedirik mənim gözəl prinseslərimlə ana olmağa. Sizə də qismət olsun. Biz də getdik qızlar.